Muhammed Peyğəmbərin həyatına baxanda görürəm ki, o cəmiyyətdə mövcud olan mexanizmi, sistemi, insanları görüb, başa düşüb, artıq o Hira deyilən mağaraya çəkilirdi. Məsələn, müəyyən qidalarını alırdı yoldaşı Xədicədən, gedirdi, qalırdı və bəzən yoldaşı görürdü ki, gəlmədi, fikirləşirdi ki, qidası bitər, həmin o özünün köməkçisi vasitəsilə ona müəyyən məsələləri yemək içməyi də göndərirdi. İrşad Miri insanlara təbliğ edir ki, hədislər boş şeydir və yalnız Quran-ı Kərimlə getmək lazımdır. Həqiqətdə onun danışıqlarına nəzər salanda, diqqətlə baxanda biz görürük ki, adam Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərindən danışır. Və o hədislər ki, onları da İmam Buxari və İmam Müslim kimi böyük alimlər rivayət ediblər. Burada deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm çəkilərdi Hira mağarasına, orada Allaha ibadət eləyərdi, özü ilə avzuqa aparardı və bəzən də Xədicə anamız aparardı və ya göndərərdi. Biz sual veririk, bu Quran-ı Kərimdə məyər ayədirmi, yoxsa hədisdir? Əlbəttə ki, cavab odur ki, hədisdir. Əgər hədisdirsə, axı sən hədisləri inkar edirsən. Və gətirdiyin hədis də İmam Buxari və İmam Müslim kimi böyük alimlərin rivayət elədiyi hədislərdir. Əziz Elşad Miri sevərlər, Elşad Miri sizi aldadır. Deyir ki, hədislərə baxmaq olmaz, uydurmadır, lakin özü hədis danışır.